Bütün uşaqlar hamısı eyni olmur. Mən dedim, böyük qızımda belə olub, oğlumda belə olub. Hətta bu yaxınlardan getdim həkimə. Dedim, İmranın 2 yaşı var, amma İmran уже sərbəst danışır da, maşallah. Dedi ki, yenə də dedilər, uşaqlar eyni olmur. Qız hər şey başa düşür, danışacaq. Amma bu həkimlər boş şeydir, danışıqları. Mən özümdə günah bilirəm ki, görürəm ki, mən çox bu həkimlərə qulaq asdım, həkimlərə güvəndim, həkimlərin dediyini eşitdim. Kaş ki vaxtında trevoqa nədir? Onu çox tez həll edərdim bu problemi. Uşağın bu problemini çox tez çəkərdim. Gəldik, çatdıq, artıq yerindəyik. Uşaqları bir plощадkada saxlayacağım. İndi mehman gələcək yanlarında duracaq. Ona ki, mən Ayanı masaj aparacağım. Sarı çiçəklər gözəl görsənəklər. Bizdə nə deyilə bilmirəm. Hər dəfən yadımdan çıxır, bilirəm, amma hər dəfən yadımdan çıxır, yadımda qalmır. Burada aduvançik deyirlər. Çox bəyənirəm, çox sevirəm. Belə yaşılla sarı çox gözəl görsənir birlikdə. Uşaq plощадkasında belə bir pol düzəldiblər, yer deyək. Yer asfalta oxşasa belə, asfalt deyil, yeriyirsən çox yumuşaqdır. Sanki evdə gəvənin tüklü, qalın bir tüklü gəvənin üstündə yeriyirsən. Bu nəyə görə edirlər? Uşaqlar yıxılanda başları dəyməsinlər. İndi bilmirəm, Azərbaycanda belə bir şey var ya yoxdur. Amma çox gözəl bir fikirdir. Uşaq yıxılanda dizinin zadını qanatmır. Baş zad dəyəndə heç bir zərbə almır. Yəni Azərbaycanda yoxdursa da belə bir şey düzəltsələr gözəl olar. Haycan. İbrahim yoxsa hələ dağılmayıb, mehmansız çıxmır yuxarı. Mehmanı da bindirib ora. İsa! Oo, adı da qurban o. Baba. Ha. Baba. Ha. Baba. Ayan artıq masajdadır. Mehman hələ yeni gəldi. Hər zamanki kimi gecikir. Liftlə sağ qaldırdım. 8-ci mərtəbəyə uşaqlar yatır elə. Uşaqları tələm-tələsik qoydum burada, qapının altında. Çıxdım. Oradan qəbul etdilər. Mehman hələ yeni gəlir. Belə. Ayağım masajı bitdi. Gedirəm götürməyə. Hava çox dəyişdi. Maşınla qayda soğuduq.